Bismillahirrahmanirrahim. İslamda qohumluq münasibətlərinin əhəmiyyəti. Yuxarıdakı ayə Allah Taala ilə bağlanmış bütün əhd-peymanlara şamil olsa da, qohumluq münasibətlərini qorumaq onun ən bariz nümunələrindən biridir. İslam dinində qohumluq münasibətlərinə, habelə qohumlara əl tutmağa, baş çəkməyə, rəğbət və sevgi göstərməyə olduqca böyük önəm verilmiş. Onlarla əlaqələrin kəsilməsinə şiddətli qadağa qoyulmuşdur. Qohumluq əlaqələrini qorumaq o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, bu barədə Həzrət Peyğəmbər Salavatullah belə buyurmuşdur. Qohumluq əlaqələrini qorumaq diyarları abad edib ömrü uzadar. Hərçənd bu işi görənlərin özü yaxşı insanlar olmasa belə. Biharul Ənvar, cild 47, səhifə 163. İmam Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə deyilir: Bir qurtum su verməklə olsa belə, qohumluq münasibətlərini qoru. Qohumluq münasibətlərinin qorunmasının ən gözəl yolu odur ki, onları incitməyəsən. Biharul Ənvar, cild 71, səhifə 88. Qohumluq əlaqələrini kəsməyin günahı o dərəcədə böyükdür ki, İmam Zeynül Abidin əleyhissalam oğluna nəsihət verərkən 5 qrup insandan, o cümlədən qohumluq əlaqələrini kəsmiş şəxsdən uzaq durmağı tövsiyə etmişdir. Qohumluq əlaqələrini kəsmiş insandan uzaq dur. Quran onu lənətləyərək Allahın rəhmətindən uzaq bilmişdir. Biharul Ənvar, cild 71, səhifə 196. Muhammed surəsinin 22-23-cü ayələrində deyilir: Əgər bu göstərişlərdən üz çevirsəniz, yer üzündə yalnız fitnə fəsad törədəcəyiniz və qohumluq əlaqələrini kəsəcəyiniz gözləniləcək. Onlar Allahın öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını kar və gözlərini kör etdiyi adamlardır. Ayədən də göründüyü kimi, Quran qohumluq əlaqələrini kəsən insanlara qarşı çox sərt mövqe tutmuş, onları olduqca sərt ifadələrlə təhdid etmişdir. Hədislərdə də bu cür insanların pislənildiyini görürük. Həzrət Peyğəmbər Salavatullahdan soruşdular: Allah dərgahında ən pis əməl hansıdır? O, Həzrət cavab verdi: Allaha şərik qoşmaq. Soruşdular: Ondan sonra hansıdır? Peyğəmbər Salavatullah buyurdu: Qohumluq əlaqələrini kəsmək. Biharul Ənvar, cild 69, səhifə 106. İslam dininin qohumluq əlaqələrinin qorunmasına həddən artıq önəm verməsinin səbəbi odur ki, böyük bir cəmiyyətin istər iqtisadi, istər hərbi, istərsə də əxlaqi və mənəvi baxımdan islahı və tərəqqisi üçün ilk növbədə kiçik toplumlardan başlamaq lazımdır. Kiçik toplumların islahı nəticəsində böyük cəmiyyət öz-özünə islah olunacaq. İslam dini müsəlmanlara əzəmət bəxş etməkdən ötürü bu metoddan çox gözəl şəkildə istifadə etmişdir. Belə ki, insanlara öz dəstək və yardımını əsirgəmədiyi şəxslərlə, qohum-əqrəba ilə münasibətləri yüksək səviyyədə saxlamağa əmr etmişdir. Elə insanlara yardım etməyi, əl tutmağı göstəriş vermişdir ki, qanları bir, canları birdir. Eyni ailənin, eyni nəslin nümayəndələridirlər. Məlum məsələdir ki, kiçik dairədə qohumluq münasibətləri yüksək səviyyədə olarsa, həmin münasibətlər geniş dairədə də yüksək səviyyədə olacaq. Bəlkə də qohumluq əlaqələrini qorumaq diyarları abad edər hədisi də məhz bu önəmli məqama işarə edir. İkinci, əlaqələri qorumaq əvəzinə onları kəsmək. Haqqında danışdığımız ayədə belə bir ifadə işlədirmişdir ki, fasiqlər Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar. Burada belə bir sual yaranır ki, Allahın birləşdirməsini buyurduğu şeyləri birləşdirməzdən qabaq onları parçalamaq necə mümkündür? Cavab olaraq qeyd edək ki, burada birləşdirmək dedikdə Allah Taala ilə bəndələr, yaxud da bəndələrin bir-biri ilə təbii və fitri olaraq davam etməli olduğu əlaqələrin qorunması nəzərdə tutulmuşdur. Başqa sözlə desək, Allah Taala göstəriş vermişdir ki, təbii və fitri əlaqələr qorunub saxlanılsın. Lakin fasiqlər bu əlaqələri pozurlar. Diqqət edin. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.